Noyabrın 20-sində Xocalı rayonunun Şuşa kəndinə növbəti dəfə köç olub. Bu mərhələdə Şuşa kəndə 54 nəfərdən ibarət 15 ailə qayıdıb. Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikasının prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıdış münasibəti ilə təbrik edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən qurma proqramı çərçivəsində Şuşa kənd və digər yaşayış məntəqələrində bütün əsas infrastruktur, yol, su, elektrik, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub. Qeyd olunub ki, bu mərhələ ilə birlikdə Şuşa kəndə ümumilikdə 284 nəfər, yəni 76 ailə qayıdıb. Bugün o kadar aziz gündür ki, biz gelmişik torpağımıza, yurdumuza, yaşamağa. Ben üzümü tutup bütün nümayendelerle karşı Azerbaycan prezidentimize öz şahsi minnettarımı bildirirəm. Allah onu korusun. Mən Xocalıdan çıxanda 3 yaşım var idi. Özüm də hərbiçiyəm və bütün döyüşlərdə, əməliyyatlarda iştirak eləmişəm. Hərbiçi kimi mənim üçün daha da qürur vericidir bu torpaqda yaşamaq. Mənim babam burada şəhid olub, əmim şəhid olub, doğmalarım burada şəhid olub. Və bu torpağa gəlmək mənim üçün daha da qürur vericidir. Və bir daha Ali Baş Komandanımıza sağlam can arzulayıram. Hərbiçilərimizə də xidmətdə dözüm, əzm arzulayıram. Şamxal Adıgözəlov, Həcər Həsənova, Qurban Vidadioğlu bugün informasiya proqramı üçün.